intellektsiz, düşüncesiz, milli düşünceden uzak, antimilli bir rejimle yüz yüze dayanmışıq. 10 il Azərbaycan xalqı buna dözdü. 20 il Azərbaycan xalqı buna dözdü. Bundan sonra öz xalqının seçim haqqın, iradəsini zorlayan diktatorlara Azərbaycanda yer yoxdur. İlham Əliyev getməlidir və gedəcək. Ədaletin ölkəmizdə söndürdü yeter, əsgərini cəbhələrdə öldürdü yeter. Padşahlıq artıq yaşaya bilməz, bəstir, min kərə bəstir. Azərbaycanın azadlığı üçün bəstir, diktatorun hər gün artan alına bəstir. Gələcək gözəl günlər əlimizdə. Bəzən Azərbaycan diktatorun Belarusiyada Lukashenko ilə müqayisə edirlər. Ərəb şeyxləri ilə müqayisə edirlər. Fəqət onlar da diktatorlardır. Amma hələ bugünə qədər heç kəs